Sənə Xırdalanda, hündür, quru ərazidə, əla bir dənə yerdə, qardaşın yerinə əla bir dənə mənzillə gəlir. Yəni həyət evi ilə, mənzil yox. Deməli, evin həyəti bax belədir. Səliqəli bir dənə həyəti var, qarşısının navesi var, sənəti var, ən əsas sənətdir. Sənəti var, padvalı qupqurudur. Bu yağışlardan sonra padvala baxmadan ev almayın. Gəl. Yerdən kürsü, qoşa daş, tam təmir. Həyətini bir daha göstər. Məşhur maklerlər də oradadır. Deməli, evin dəhlizidir, girdin dəhlizinə bir dənə evin qonaq otağı var. Gör nə qəşəngdir var. Səliqəli dekorativ işıqlar, tam təmir, əla, yer hündür, 7 saylı məktəbin düz yanında. Qonaq mətbəxinə bax. Mətbəx belə olmalı da mətbəx. Biraz geniş, səliqəli, hər şey qayda-qaydasında. Baş tərəfdə hamam sanuzel, duş kabin falan yığa bilərsiniz, ərazi genişdir. Burada bir dənə yataq otağımız. Burada da əsas valideyn otağıdır. Çox geniş ölçüləri. 83.000 manat, Xırdalan şəhəri, hündür quru yer ərazidə, 7 saylı məktəbin yanında, piyada məsafədə. Gəl, al, alandan da sonra razı qal. Allah alana da, satana da xeyir versin. Sağ olun, salamat qalın.